Antalya'ya, Aspendus Teatrına yola çıxdıq. Böyük bir orkestr, xor, ayrı solistlər və mən Azərbaycanlı kimi birinci başrolda Carmen'i ifa edirdim. Tamaşa saat 9'da başladı. Axşam olarda tamaşaçılar 12.000 çok böyük bir səhnədir, antik səhnədir. Akustikada deyim sizə mikrofonlar yox, böyük bir səhnədir, ancaq akustika möhtəşəm idi. Ulduzların altında Carmen'i ifa etmək, sanki elə bilirdim ki, doğrudan belə bir həyat yaşayıram, möhtəşəm, bəli. Ancaq o qədər, necə deyim sizə, həm həyəcanlıydım, həm də böyük bir məsuliyyət idi. Mən Mersin Opera Teatrından tamaşa ilə gəlirəm, onların solistləri ilə, orkestrinə, ancaq Azərbaycanı təmsil edirəm. Bəli. Çox böyük bir məsuliyyət idi və ona görə də inanız, o bütün hamısı gedirdi Antalya'da içinməyə, istirahət eləməyə. Ancaq mən öz otağımda bağlanırdım, dedim ki, Allaha dua edirdim ki, mənə kömək ol ki, mən səsimdən heç nə olmasın. Mən o boyda partiyanı 3 saat yarım gedir fransız dilində. Həm ifa, həm aktyor orada nümayiş eləməsən, aktyorluğun. Çox böyük bir məsuliyyət idi, ancaq çox gözəl tamaşa oldu.